Birinci başlayırıq qul kəlməsindən. De. Bu Qur'anda 332 dəfə gəlib bu söz. De, ya Resulallah, de. 332 dəfə. 5 surə bununla başlayır. Cin surəsidir. Qul uhiyə iləyyə ənəhu istəmə'ə nəfəru minəl cinni qalu inna hada inna səmi'nə Qur'anən əzəba. De, ya Resulallah, ki mənə vəhy olunub ki, bir dəstə cin mənim Quran oxumağıma qulaq asdılar və gedib öz qövminə dedilər ki, biz çox maraqlı, gözəl, təəccüblü bir kəlam eşitmişik. Onlardan biri Kafirun surəsidir ki, Qul ya eyyuhəl kafirun, de, ey kafirlər. Onlardan biri Qul huvallahu əhəd surəsidir ki, qulla başlayır. Biri Fələq surəsidir, Qul əuzu bi rabbil fələq. Və biri də Nas surəsidir ki, Qul əuzu bi rabbin nas. 5 surə qulla başlayır. Amma ümumən Qur'an-ı Kərimdə neçə dəfə bu zikr olunub? 332 dəfə zikr olunub. Digər surələrin də ortalarında, ayələrin əvvəllərində zikr olunub. Yaxşı. Bu qul kəlməsi nə üçün? Məsələn, onsuz da biz bilirik ki, Quran Allah kəlamıdır. Allah tərəfindən Peyğəmbərə nazil olub. Allah Peyğəmbərə qul əmr eləsəydi də, eləməsəydi də Peyğəmbər salavatla bizə onu çatdıracaqdı. Necə ki, o 332 ayədən digər ayələrdə Allah deməyib, amma Peyğəmbər yenə çatdırıb bizə. Düzdür, əzizlərim. Məsələn, Elhamdülillahi Rabbil aləmində Allah demir ki, qul, de ya Resulallah, Elhamdülillahi Rabbil aləmin. Necə nazil olub, o cür də bizə çatdırıb. Nə üçün bəzi surələr və yaxud bəzi ayələrin əvvəlində qul əmri var? Allah tərəfindən əmr var ki, de ya Resulallah. Nə üçün? Bunun bir neçə mənası var. Bir mənası budur ki, əzizlərim, bu bizə bir daha göstərir ki, Qur'an-ı Kərim ləfsən və mənən Peyğəmbərə nazil olub. Nə deməkdir? Yəni, həm söz baxımından Peyğəmbərə nazil olub, həm məna baxımından nazil olub. Yəni, nə Peyğəmbər salavatullah əleyh və alihün ixtiyarı var ki, Qur'ana məna baxımından nəsə əlavə eləsin, nə də ixtiyarı var ki, söz baxımından əlavə eləsin. Eləyə bilməz. Necə nazil olub o cür? Allah qul deyibsə qulla, deməyibsə ondan. Mənim yadıma gəlir, bizim böyük bir alimimiz var idi, Musa Sədr, Ayətullah Musa Sədr. Allah onu rəhmət eləsin, indiyə dünyasını dəyişər. Niyə deyirəm indiyə dünyasını dəyişər? Çünki bu alimi 78-ci ildə Liviyada uğurlandı bu. Yəni bilinmədi, nə ölüsü, nə dirisi, elə indiyə qədər də bilinmədi. Ehtimallar, versiyalar var, amma bilinmədi. Və bu Liviyada Qəddafi gedəndən sonra bəziləri danışdılar ki, o vaxtı onu götürdülər, gətirdilər Qəddafinin yanına və Qəddafinin belə bir fikri var idi. Hətta bəzi kitablarında da qeyd eləmişdi ki, o deyirdi ki, Qurandan gəl bu qulları yığışdıraq. O vaxtı Allah Peyğəmbərə deyib də qul, de ya Resulallah. İndi biz onu kimə deyirik ki, onları götürək Qurandan. Sən Quranla nə işin var axı? Öz işimi gördüm. Deyir, bu Ayətullah Musa Sədrlə bunun arasında böyük mübahisə oldu bu məsələdə. Böyük mübahisə oldu. O dedi ki, Qur'an ləfsən və mənən, yəni həm ləfs baxımından, yəni söz baxımından, həm məna baxımından Allah tərəfindən Peyğəmbərə nazil olub. Elə Qur'anın tərifi budur. Qur'anı eləyən budur. Qur'anı digər kəlamlardan fərqləndirən budur. Qur'anı hədislərdən fərqləndirən budur. Qur'anı hədisi qudsilərdən fərqləndirən budur. Bilirsiniz, bizdə bəzən deyir ki, bu Peyğəmbərin hədisi. Bəzən deyir ki, bu hədisi qudsi. Var, yoxdur. Kitablar da var da, hədisi qudsi. Bir də var Qur'an. Qur'anı da bizə Peyğəmbər çatdırır. Hədisi də bizə Peyğəmbər çatdırır. Hədisi qudsunu da bizə Peyğəmbər çatdırır. Salavatullah aleyh və aleyh. Yaxşı. Və eyni zamanda hamımız bilirik ki, Allah Qur'anda deyir ki, ma yantiqu anil hava in huva illa vahyu yuha. Peyğəmbər heç nəyi həva-i nəfsindən demir. Nə deyirsə Allah vəhyidir, ona vəhy olunur. Sual. Madam ki, bütün Peyğəmbərin mübarək qəlbinə nazil olan ilahi vəhiylər, ilhamlardırsa, onda niyə ayırırsan bu sözləri, deyirsən bu hədisdir, bu hədisi qudsudur, bu Qur'andır?
Hədis də Allahdandır Peyğəmbər vasitəsilə, bəli. Hədis-i qudsi də o cürdür, bəli. Quran da o cürdür, bəli. Bəs onda niyə ayırdın? Niyə dedin bu hədisdir, bu hədis-i qudsidir, bu Qurandır? Niyə ayırdın? Qulaq as, bugün İmam Hüseyin məclisində bunu öyrənək. İmam Hüseyin əleyhissalamın məclisində mənim xoşum gəlir. Elm öyrənəsən, Quran öyrənəsən, din öyrənəsən, kəlam öyrənəsən, əqaid öyrənəsən, əqidəmizi öyrənəsən. Çünki İmam Hüseyin əleyhissalam din yaşasın deyə, din olsun deyə, hətta şəriət məsələləri də İmam Hüseyin əleyhissalamın minbərində deyilsə daha qəşəngdir, daha gözəldir. Cavabı budur əzizlərim. Deməli, Allah Peyğəmbərə bəzən ilham eləyir, mənanı, sözə deyir ki, mən qarışmıram, söz sənin ixtiyarındadır. Sözü özün seçkinən. Sözü özün seçkinən. Hansı sözü istəyirsən, buyur, deginən. Məna budur. İndi bu sözü müxtəlif bilirsiniz də, bəzən bir məfhumu, bir mənanı müxtəlif sözlərlə çatdırmaq olar. Mən məscidə gedirəm, mən məscidə yollanıram, mən məscidə üz tuturam, mənim məqsədim məscidə getməkdir, mən son hədəfim məsciddir, qayəm məsciddir, evdən çıxmışam məscidə görə, amma məna birdir də, məscidə gəldim. Yaxşı, Allah bəzən mənanı Peyğəmbərin mübarək qəlbinə ilham eləyir, vəhiy eləyir, amma deyib sözdə özün bilərsən. Hansı sözlə istəyirsən, çatdır insanlara. Peyğəmbər salavatullah da çatdırıb insanlara. Bunlara deyərlər hədis, yadınızda qalsın. Deməli, tərifi nə oldu? Mənası Allahdan olan, sözü Peyğəmbərdən olana nə deyirlər? Hədis. Hədis-i qudsi nədir əzizlərim? Hədis-i qudsi də sözdə Allahındır, məna da Allahındır. Yəni, necə var, elə çatdır. Yəni, sən mənə deyinən ki, onda Quranla neyin oldu? Dedi, yox. Hədis-i qudsidə sözdə Allahındır, məna da Allahındır, amma orada möcüzə yoxdur, ecaz yoxdur, bəlağət, fəsahət o dərəcədə deyil. Adi sözlərlə. Hədis-i qudsidə buyurulur ki, Allah Teala buyurdu ki, məsələn, mən tələbəni və cədəni, hər kəs məni axtarsa tapar, hər kəs məni tapsa sevər, hər kəs məni sevsə aşıq olar, hər kəsə mən aşıq olsam, onu öldürərəm. Hər kəsi öldürsəm, diyəsi mənim boynumadır. Və hər kəsin diyəsi mənim boynumadır, mən özüm onun diyəsiyəm. Mən də elə hədisi qudsi seçdim ki, o da getdi, elə ecaz oldu. Yaxşı. Burada söz baxımından düzdür, gözəl sözlərdir, qəşəng sözlərdir. Amma o bəlağət, o fəsahət Qur'anda olan, yox, burada yoxdur. Amma ləfsi də Allahdandır, məna da Allahdandır. Gəldik Qur'ana. Deməli, hədisi qudsinin tərifi nə oldu? Hədis-i qudsi ləfslə, yəni söz və məna Allahdandır, amma qeyri-möcüzəvi şəkildə deyil. Adi insan necə danışar, o cür Allah çatdırır insanlara Peyğəmbər salavatullah aleyhi və aleyhi vasitəsilə. Amma Qur'anın tərifi. Qur'anda söz də Allahdandır, məna da Allahdandır, amma ecaz şəklində, möcüzə şəklində. Bəşərin qüdrəti yoxdur ki, o cür söz desin. İnsan o cür söz deməyib. Qur'an budur. Qur'an təkcə nə? Söz Allahdan, məna yox. Məna Allahdan, söz yox. Söz də Allahdandır. Məna da Allahdandır. Amma eyni zamanda möcüzə. Möcüzə nə deməkdir? Bəziləri bilir möcüzə ancaq gərək məsələn elə bir hadisə baş verə, 3 başlı əjdaha gələ, 10 başlı nə bilim div gələ möcüzə. Yox əzizim, möcüzənin mənası budur. Möcüzə aciz edən. Yəni nə? Yəni insanlar acizdirlər, o işi icra eləyə bilmirlər. Ona deyirlər möcüzə. Hər hansı bir iş olsa ki, biz insanlar onu icra eləyə bilmirik, bizim qüdrətimizin fövqündə olan işdir, ona deyirlər möcüzə. Qoy tərif deyim, qoy qəşəng olsun, yadınızda qalsın. Möcüzə, insan qüdrətinin fövqündə olan əmələ möcüzə deyilir. İnsan qüdrətinin fövqündədir. Sabahları elm inkişaf eləyəcək, mən ona çatacam, ola bilər. Bu günləri hal-hazırda insan elminin qüdrəti ora çata bilmir. Ona deyirlər möcüzə. Möcüzə deməli, bəşər istedad və qabiliyyətindən onların zamanında, bunu qeyd eləyin, onların zamanında. Çünki bəzi peyğəmbərlər olub ki, öz zamanında möcüzə göstəriblər, bəlkə də o indi möcüzə deyir. Ona görə
insanlar o yaşadığı zamanda onların istedad və qabiliyyətinin fövqündə olan əmələ nə deyərlər? Möcüzə deyərlər. Ona görə İsa Aleyhisselamın möcüzəsi nə idi? Sağalmayan xəstəlikləri sağaldırdı. İndi elm inkişaf eləyəcək, tibb inkişaf eləyəcək, günlərin birində onu müalicə eləyəcəklər, deyəcəklər, mən də İsa'yam deyə. Yox. O zamanda o möcüzə idi ki, çünki o vaxtı tibb elmi aciz idi. Bu günləri acizdir, çox inkişaf eləyib. Bu məsələyə fikir verin. Bu məsələ mühümdür, bunu öyrənin. Yaxşı. Qur'an möcüzədir, onda nə deməkdir? Deməli, bəşər acizdir ki, Qur'an kimi söz desin. Burada fərq var. Daha bu bir zamana bağlıdır. Bir məkana bağlıdır. Niyə? Çünki Qur'an əbədi olduğuna görə, Qur'an qiyamətə qədər sonuncu kitab olduğuna görə, Qur'an qiyamətə qədər ilahi hüccət olduğuna görə və ondan sonra heç vaxtı kitab gəlmədiyinə görə, bəşər elmi nə qədər inkişaf eləsə də, bəşər Qur'an kimi söz deyə bilməyəcək. O möcüzə olaraq qalacaq, əbədi möcüzə olaraq qalacaq. Fərq birdən bundadır. Yaxşı. Qur'an madəm ki möcüzədir və söz baxımından da, məna baxımından da Allahdan gəlib, bu mənanı bizə başa salan, belə deyək, o dərslərdən biri də, misallardan biri də, elə bu ayələrin qabağında qul kəlməsidir bu. Qul. Yəni, qul kəlməsi bizə öyrədir ki, Peyğəmbər özündən heç nə demir. Çünki əgər özündən desəydi, Allah ona demişdi də, dey ya Rasulallah. Özü deməzdi də, deyərdi ya ki, Allah mənə deyib qul. İndi mən qulu qoyuram kənara, deyirəm, Huvallahu əhad, Allahu səməd. Bəs eləyirdi də. Deməli, Peyğəmbər salavatullah əleyh və alihin Qur'andan bir hərif, bir söz belə, məna dəyişməsə də belə götürmə ixtiyarı yoxdursa, deməli, Qur'anı göndərən var və icaz şəklində göndərən var. Sözlər və məna baxımından göndərən var. Tamam şəkildə, kamil şəkildə göndərən var. Bu bir dənə, böyük bir dənə dərsi bizə bu qul öyrədir. Bir dənə qul öyrədir bizə. İndi tək qul deyir də, qul kimi başqa əmrlər, məsələn, nəbbey, çatdır, xəbər ver, insanlara çatdır. O da həmən məzmundadır. Bu bir. İkinci faydası nədir? Baxın, bir dənə qul kəlməsinin faydalarından danışıram hələ sizə. Hələ ayənin məğzinə, mahiyyətinə girməmişəm. Qul kəlməsindən danışıram. İkinci faydası budur. Əgər ağıllı adam Quran oxusa, görsə ki, qul huvallahu əhəd, de ya Rasulallah, Allah təkdir. Kim deyir bunu Peyğəmbərə? Ağıllı adam axtarışa başlayacaq. Deməli, Rəbb barə, Xaliq üçün axtarışa çıxacaq. Rəbbimiz üçün axtarışa çıxacaq. Dəlillər axtaracaq. Və o dəlillər də, bayaq dediyim o hədisi qudsuda kimi, hər kəs məni axtarsa, tapar. Allahın, o İmam Hüseyin əleyhissalamın Ərəfə çölündə bir dənə cümləsi var. Ərəfə duasında. Ərəfə duası, İmam Hüseynin Ərəfə duasını oxuyun. İmam Hüseynin Ərəfə duasını oxuyun. Ərəfə çölündə olanda İmam Hüseyin o duanı oxuyub, həmən duanı, münacatı oxuyun, görün nə qədər ali mənalar. Azərbaycanca da var, tərcüməsi də var. Oxuyun. Orada bir cümlə var, İmam Hüseyin əleyhissalam deyir ki, İlahi, sən nə vaxtı gizlin oldun ki, sənin aşkar olmağına mən dəlil gətirim? Nə vaxtı gizli oldum? Mətəqibdir. İlahi, sən nə vaxtı gizlisən ki? Sonra gör nə deyir? Əmiyyət əynun la tərəkə qəv. Deyir, kör olsun o gözlər ki, səni görmür. Necə Allahın varlığın, Həzrət Əleyhissalam buyurdu, Ma rəəytu şeyən illa və rəəytullaha qabləhu və ba'dəhu və ma'ə. Mən nəyi gördümsə ondan qabaq, ondan sonra və onunla birlikdə Allahı gördüm. Necə Allahı gördüm? Bu gözləndir? Yox. Bildim ki, Xaliq olmadan məxluq ola bilməz. Yaradan olmadan yaradılmış ola bilməz. Mən bunu bildim. Ona görə Quran-ı Kərimi ağıllı insan Qur'ana baxanda qul kəlməsini görən kimi Peyğəmbərə kimdir deyir, de, ya Rasulallah. Biz elə bilirdik ki, elə bütün dinlərdə Peyğəmbər gəlib əmr eləməyə. Deməmiş ki, Peyğəmbər salavatullah əleyh və alihi də göndərən var, onu da çatdıran var, ona da sözü Qur'anı deyən var. Və de, əmri ilə göndərib onu. Bu ikinci faydası. Üçüncü faydası, əzizlərim, quldan gör nələr öyrənirik. Allah Quran-ı Kərimdə bir ayə deyir, Şura surəsi 51-ci ayədə. Allah Teala buyurur ki, və ma kana li bəşərin
en yukallimahullah illa vahyen ev min verai hicab ev yursile rasulen feyuhi biiznihi ma yeşâ innehu aliyyun hakim. Allah Teala bu ayədə buyurur ki, hər hansı bir bəşər ki Allahla danışıb, yəni vahiy gəlib ona, əlbəttə bu peyğəmbərlərə aiddir. O bəşər ki, yəni o insan ki peyğəmbərlik məqamına çatıb, Allahdan ona vahiy gəlib, Allahla kəlmə kəsib, bu 3 yol vasitəsilə olub. Daha bunun 4-cüsü yoxdur. Yəni ilahi vahiy peyğəmbərlərə 3 yolla gəlir. Hansılardır? Birinci deyir vahiy. İkinci deyir, yaxud av min vərai hicab. Yəni, pərdə arxasından. Pərdə arxası nədir? Məsələn, Musa Peyğəmbər. Gördü ki, uzaqdan bir od yaxınlaşdı, gördü ağacdır, ağacdan səs gəldi. Mən sənin Rəbbinəm. Ağac dedi Rəbbinəm, yox. Allah səsi yaratdı. Səsi xəlq eləyir, yaradır. Allahın səsidir, yox, əstəğfirullah, nəuzubillah. Allahın bizim kimi səs tellərinə falan ehtiyacı yoxdur. Allah ehtiyacı olmadan xəlq edəndir, yaradandır. Heç bir şeyə vasitəyə ehtiyacı olmadan yaradandır o. Onun fərqi budur. Allah səsi yaratdı, amma orada o bir pərdə arxası, yəni hicab arxası, ağac vasitəsilə Musa aleyhissalamla danışır. Ona deyirlər min vərai hicab. Av yursilə rəsulan, yaxud da elçi göndərir, yəni mələk, Cəbrail əleyhissalamla göndərir. İndi mən bu ayəyə bir dəfə də qayıdıram bu Quran ayəsinə. Amma xahiş edirəm diqqətlə qulaq asın. Deməli, Allah bizə dedi 3 cürə vəhiy var. Hansıdır? Birinə elə vəhiy dedi, ikinciyə dedi pərdə arxasından, üçüncüyə nə dedi? Elçi göndərir, yəni mələk göndərir. Cəbrail əleyhissalamı göndərir. Yaxşı, madam ki, Cəbrail əleyhissalamı göndərməyi ayrı dedisə, vəhiy və vasitə ilə səsi yaratmağı dedisə, bəs onda vəhyin birincinin mənası nədir? Bütün təfsirçilər ortaq və yekdil fikirdədirlər ki, burada birinci yol, vəhyin birinci yolu ki, Allah onu vəhy ilə adlandırır, o birbaşa Allah peyğəmbərlərin qəlbinə nazil edir. Birbaşa, vasitəsiz nazil edir. Deməli, elə ancaq vəhyi Cəbrail əleyhissalam gətirməyib. Bəzən Qur'anın ayələri Peyğəmbər salavatullah aleyh və alihə Allah tərəfindən birbaşa nazil olub, bəzən Cəbrail vasitəsilə nazil olub, bəzən də bəzi peyğəmbərlərə dediyimiz kimi vasitə ilə nazil olub. Qulaq asın, o ayələr ki birbaşa qulla başlayır, deyə Rasulallah. Bu ayələr həmən ayələrdir ki, Allah onu Cəbrail əleyhissalam olmadan birbaşa nazil edib Peyğəmbər. Həzrət Əli əleyhissalamdan soruşdular, dedilər ki, hər vəhiy gələndə Peyğəmbər salavatullah o vəhyin ağırlığından özündən gedirdi, dedi, xeyr. Cəbrail əleyhissalam nazil olanda Peyğəmbər o hala düşmürdü. Birbaşa Allahdan vəhiy gələndə Peyğəmbər o hala düşürdü. İndi biz bunu ancaq oxuyuruq, tərcümə edirik, elə mən də. Daha bu nə deməkdir, bunu biz bilmərik. Bu ağırlığı biz bilmərik. Birbaşa Allahla rabitəyə girəsən, birbaşa Allah tərəfindən sənin qəlbi və ruhu və nazil ola Qur'an ayələri, o nə deməkdir, onu nə mən bilərəm, nə sən bilərsən və haqqımız da var ki, bilməyək. Elə bilməməliyik də. Onun çünki bilən elə Peyğəmbər özüdür onu. Amma ondan bilirik ki, bu çox ağır məsələdir ki, orada Peyğəmbər salavatullah hətta yazılır uğmiyə əli, yəni özündən gedirdi, ürəyi gedənə qədər, o həddə çatırdı. O qədər ağır bir məsələdir, prosesdir o. Gör nə qədər ağırdır ki, Allah Quranda gör nə deyir başqa bir ayədə, İsra surəsi 95-dədir. Qullav kana fil arzi mələikə yəmşunə mutmainnin lənəzzəlnə aleyhim minəs-səmai mələkan rəsula. Deyir, əgər yer üzərində insanlar sizin əvəzünüzə mələklər belə gəlsəydi, mən onlara da vəhiy eləmək üçün, mələkdirlər onlar. Deyir, onlara da bir dənə mələk elçi göndərərdim. Fikir ver. Deməli, mələyə də mən birbaşa eləyə bilmərəm, vəhiy nazil eləyim.
Onun üçün gərək qabiliyyət ola, onun üçün istedad ola, onun üçün güc ola, onun üçün qüvvə ola, onun üçün ruhi qüvvə olmalıdır ki, sən onu qəbul eləyə biləsən. Bu yaxşı bir mövzudur, qəşəng bir mövzudur, ancaq istəmirəm burada çox dayanım. Bu hamımıza lazımlı olan mövzudur. Hər bir insana vacibdir ki, düzdür, Peyğəmbər bilirik. Sonuncudur, Xatəmül Ənbiya, bizim əziz Peyğəmbərimiz Muhammed ibn Abdullah sallallahu aleyhi. Ondan sonra heç bir Peyğəmbər gəlməz, kitab gəlməz, bunu hamımız bilirik. Amma hər bir insanın ruhun böyütməyi vacibdir ona, ruhu böyütmək vacibdir ona, hər bir insana. Çünki sən əgər ruhun böyüməsə, bu dünyada baş verən hadisələrə, bəlalara, çətinliklərə, sınaqlara və sair işlərin qabağında tab gətirmir insan. Və ona görə də depressiya çoxalır, ona görədir. Həmən o hadisə iki nəfərin başına gəlir. Biri görürsən ki, elə xatircəm, aram, o biri görürsən təlatümdədir. Fərq nədədir? Nədədir fərq? Çəkidə, yox. Boyun hündür, balaca olmayında, yox. Ruh məsələsindədir. Ruh məsələsində. O Kərbəla İsmail deyirdi ki, mənə dəyən sizə dəysəydi, çoxdan ayağa dur. Yəni orada demək istəyir ki, yəni mən dözümlüyəm, mən səbirliyəm, mənim tutumum var, mənim qabiliyyətim var hələ. Doğrudan da bəzən insan görürsən ki, ruhunun böyüklüyündən çox məsələlərə tab gətirir. Amma ruhun balaca olanda, əlbəttə ruhun balaca böyüklüyü bu məcazi mənadadır ya, əzizlərim. Bu cisim deyil ki, ruhunu deyəsən balaca, böyük, çəksi az, çəksi çox. Ruhun böyüklüyü və balacılığı mənəvi mənadadır. Hər bir insana vacib, o qədər mühüm məsələdir ki, sən indi fikir verginən, Allah Peyğəmbər salavatullah aleyh və aleyhə nə verməyib ki, nə əta eləməyib ki? Bütün neymətlər əta olunub Peyğəmbər salavatullaha, yaranmışların ən şərəflisidir, Xatəmül Ənbiyadır, Peyğəmbərlik yüzüyünün qaşıdır, Allah Rəsulü. İndi Allah Peyğəmbərə verdiyi neymətləri sayır. Ən birinci hansı neyməti deyər Allah? Ən böyük hansıdırsa onu deyər də, düzdür. Gör hansını deyir, ələm nəşrəh ləkə sədrək. Ya Rasulallah, biz sənin köksüvi, ürəyivi genişləndirmədik mi? Ürək genişliyi ilə ruh böyüklüyüdür. Həmən o eyni mənadır. Mən deyərəm, lap sinonimdir. Ürək böyüklüyü, köks genişliyi, necə istəyirsən ifadə, bayaq dedimi, min cürə ifadə elirsən elə. Qəlbin böyüklüyü, ürək genişliyi, köksün böyüklüyü, eyni sözlərdir. Yəni ruh böyüklüyü. Allah birinci Peyğəmbərə buna dedir, ya Rasulallah, biz sənin köksüvi genişləndirmədik mi? Deməli, Peyğəmbər salavatullah aleyh və aleyh bütün qalan neymətlər, ilahi neymətlərin Peyğəmbərə nazil olmasının başlıca səbəbi ürək böyüklüyüdür ki, onları qəbul eləyə bilib. Olmasaydı, qəbul eləyə bilməzdi ki. Bir dənə də Quran ayəsi deyim sizə. Allah Musa Peyğəmbəri göndərir Firona. İzhəb ilə Firon. Get Fironun yanına. Çox böyük ağır vəzifədir. Böyük ağır vəzifədir. Mən tək-təkinə uzaq bir qardaşım var, Harun. Bunu götürüm, gedirəm Firon. Firon, ana rabbukumul a'la. Ordusu, silahı, qoşunu, məmləkət böyüyü, Misrin böyüyü. Get. Elə biz iki qardaş gedək. İndi sən an verirəm Allaha, insan Fironla belə danışığa da geçsə belə, nə istəyər Allahdan? Güc istəyər, qüvvət istəyər, ilahi məni amanda saxla onu. Gör, indi Musa Peyğəmbər nə istədi Allahdan? Rəbbi şirəhli sədri. Ey mənim Rəbbim, mənim ürəyimi genişləndir. Deməli, Fironun qabağına çıxmaq üçün də nə lazım imiş? Ruh böyüklüyü lazım imiş, o bəs eləyirmiş. O sonra iqtisadi qüvvə, siyasi qüvvə, hərbi, onlar sonradır. Birinci ürək böyüklüyüdür ki, tab gətirəsən, dözəsən. Tab gətirməm, bir də məclislərin birində demişəm bunu. Demişəm, əgər insanda ruh böyüklüyü olmasa, nəinki Peyğəmbər imamdır. Yenə deyirəm, o kitab bağlanıb artıq, o qutarıb, olan sayı da məlumdur. Sonuncu Peyğəmbər, Peyğəmbərimizdir sallallahu aleyhi və aleyh, sonuncu imam da zamana sahibidir, Əcəlallahu Teala fərəcəhu şərif. O qutarıb. Amma ondan sonra sən hər hansı bir məsələ üçün sənə ürək böyüklüyü, hətta evdə ailə başçısı olmaq üçün də sənə ürək böyüklüyü lazımdır. Sənə an verirəm Allah, ürək böyüklüyü olmasa dözə bilərsən buna.
Gündə 3 dənə dəvətnaməyə dözmək olar. Onun üçün də elə ürək böyüklüyü lazımdır. Onun üçün də ürək böyüklüyü, qəlb genişliyi lazımdır. Ailə ilə də rəftar da belədir. Dostluqla dostluq eləmək də belədir. Ona görə hər adamın işidir bəyəm dostluq eləsin, hər adamın işidir qardaşlıq eləsin. 2 gün eləyən, 3-cü gün bilirsən ki, dünya malından ötürü bir alam dəydi bir-birinə. Dünya malı qurban olsun qardaşımın bir tükünə. Mən hələ doğma qardaş demirəm, amma müsəlman sizi deyirəm, sizin bir tükünüzə qurban olsun. Onun üstündə mən insanın qəlbini qıracam, nədir? Yaxşı. Ürək genişliyi, əzizlərim, insan, bax, xülasə, bu barədə qutardı söhbət. İnsan əgər istəyirsə qəlbi böyük olsun, ürəyi böyük olsun, ruhu böyük olsun, yolu nədir? Yolu bizim elə Allahın buyurduğu ibadətlər bundan ötürüdür. Səbir bundan ötürüdür. Gecə namazı bundan ötürüdür. Sübh namazı bundan ötürüdür. Digər oruc bundan ötürüdür. Səbr öyrənirsən. Yayın isti günlərində susuz qalırsan, səbr öyrənirsən. Bundan ötürü imiş. O bizdə oruç tutanlar görüşəndə söhbət elləri iftarda. Məsələn, bu deyir, mən bu günləri qəşəng, məsələn, cüzə kababı deyir, yox, cüzə kabab yaxşıdır, sulu xora əladır. Olsun, Allah süfrəvizi bol eləsin. Amma bir dəfə də oturanda belə danışasınız ki, bu Ramazan ayında nə qədər böyütdüm özümü, nə qədər böyütdüm ruhumu, nə qədər ürəyimi genişləndirdim, nə qədər səbr öyrəndim, nə qədər susuzluğa, aclığa dözmək öyrəndim. Və onun misalında digər dünyəvi çətinlikləri nə qədər öyrəndim mən. Onu gərək insan öyrənə.